Bismillahirrahmanirrahim. Ailə özü bir dəyərdir. Ailənin qorunması da dəyərin qorunmasıdır. Hər bir insanın, hər bir ailə quran insanın vəzifəsidir ki, ailə dəyərini qorusun, saxlasın, yaşatsın. Ailənin qorunması barəsində, bu dəyərin qorunması barəsində Qurani-Kərimdə Allah Taala bir neçə ayədə nə cür qorunması barəsində göstərişlər verib. Məsələn, o ayələrdən biri budur. Rum surəsində gəlib və min ayatihi ən xələqə lakum min anfusikum əzvacən litəskunu iləyha. Ailə Allah Taala sizin öz növünüzdən zövcələr yaratdı, xanımlar yaratdı ki, onlarla evlənəsiz və bu Allahın nişanələrindəndir. Evlənməniz üçün, sizin üçün zövcələr yaratmaq Allahın nişanələrindəndir. Nəyə görə? Litəskunu iləyha ki, siz o ailədə aramlıq tapasınız. Və ardıcan buyurur ki, və cəalə beynəkum məvəddətən və rəhmə və sizin aranızda məhəbbət və rəhmət yaratdı. Allah Taala iki şəxsin arasında, kişi və qadının arasında buyurur ki, məhəbbət və rəhmət yaratdı. Yəni, qadın və kişinin arasında bir-birinin ehtiyacını, yəni mənəvi ehtiyacını ödəyəcək əsas şeyləri buyurur. Məhəbbət və rəhmət. Məhəbbət aydın məsələdir ki, iki şəxsin bir-birinə bağlılığıdır. Rəhmət isə, yəni güzəştə getmək. Hər bir ailədə, hər iki şəxs olan, hər bir yerdə iki şəxs var. Təbii ki, onların arasında hərdən bir də olsa, ani də olsa belə narahatçılıq yaranır. Bu narahatçılıq yaranan zamanda qarşı tərəf digər tərəf üçün gərək güzəştə getsin və güzəştə getməyi bacarsın. Əgər güzəşt olmasa, onların dostluğu, onların bağlılığı çox uzun çəkməz. Çünki Qurani-Kərimdə Allah Taala buyurur ki, İnnallaha ya'muru bil adli vel ihsan. Allah Taala sizə ədalətli olmağı və yaxşılıq eləməyi əmr eləyir, tapşırır ki, ədalətli olun və yaxşılıq eləyin. Biz bu iki kəlməni başa düşsək və ailədə bunu tətbiq eləsək, öz həyatımızda, yaşam tərzimizə çevirsək, onda bizim də həm ailəyə dəyər vermiş olarıq və həm də ailə dəyərini qoruyub saxlamış olarıq. Mənası budur. Allah ədalətli olmağı tələb eləyir, əmr eləyir. Ədalətli olmaq sadə olaraq mənası budur ki, yəni kiminsə haqqına girməmək, qarşı tərəfin haqqını tapdamamaq. Ehsan, yaxşılıq eləməyin mənası budur ki, yəni insan öz haqqından keçməsi. Həbii ki, elə ehsan sözünün içində bu da var. Əgər mən kiməsə yaxşılıq eləyirəmsə, istər maddi yaxşılıq olsun, istər fiziki yaxşılıq olsun, istər də mənəvi yaxşılıq olsun, fərq eləməz. Əgər yaxşılıq eləyirəmsə, yəni mən özümə aid olan haqqımdan müəyyən qədərini keçirəm digər qarşı tərəf üçün, digər şəxs üçün. Yəni, mən öz haqqımdan keçdim. İndi, əgər ailədə də biz bunu tətbiq eləsək, yəni kişi və qadın buna riayət eləsə, yəni ədalətli olsa, yəni qarşı tərəfin haqqını tapdamasa və ikinci tərəfi budur ki, bütün məsələlərdə müəyyən mənada bir miqdar öz haqqından keçsə, o həm ailədə də bu yaxşı effekt verər, yəni özünü göstərər. Ailədə normal olar. Həm də cəmiyyətə aid olan bir məsələdir ki, insanlar bir-birlərinin arasında bu cür olsalar, öz başqalarının haqqını tapdamamaq və qarşı tərəf üçün də öz haqqından müəyyən qədər keçmək, yəni güzəştə getmək, ehsan, yaxşılıq eləmək, öz haqqından keçmək. Bu cür olsa, bütün insanlar bir-birləri ilə yaxşı yola gedərlər və bir-birləri ilə dost olarlar, qardaş olarlar. Həmçinin də ailə məsələsi bu cürdür ki, ailə davamiyyətli olar, əbədi olar.